Salam əziz xanımlar. Bugün biz sizə süd vəzləri xərçəngindən və süd vəzlərində yaranan iltihablar barədə danışacağıq. Bugün bizə bu işdə köməklik edən Təranə Cəfərov olacaq. Xoş gəlmisiniz Təranə xanım. Xoş gördük. İlk öncə özümü təqdim edeyim. TN şirkətinin qida mütəxəssisi Naturopat Təranə Cəfərova. Şad olduq sizi tanımağa. Təranə xanım, indi hal-hazırda özünüz də bilirsiniz ki, qadınlar arasında ən çox yayılmış xəstəliklərdən biri də süd vəzi xərçəngidir və bunların yaratdığı müxtəlif iltihablar var ki, bizim xanımlar bundan çox əziyyət çəkir. Ən birinci sualımız belədir. Süd vəzi xəstəlikləri nədir və necə yaranır? Bəli. Dünya, əgər dünya miqyasında götürüləndə süd vəzi xərçəngi ən böyük yerlərdən ikinci yerdə tutur. Çox geniş yayılmışdır. Süd vəzi xərçəngi həddindən artıq geniş yayılmışdır. Süd vəzi xərçəngi iki cür olur. Bengin, bir də kalsioma deyirlər, xərçəng. Bengin o xərçəng deyil. Onda süd vəzlərini cərrahi yolu ilə, başqa bir yollarla onu aradan qaldırmaq olur. Amma kalsioma xərçəng xəstəliyidir. Ona kimyəvi ximyoterapiyalar, şüalar mütləq müdaxilə olunmalıdır. Ən çox hansı yaşlarda rast gəlinir süd vəzi xəstəlikləri? Əvvəllər ən çox süd vəzlərini 50 yaşından sonra rast olunurdu. Amma indi çox gənc xanımlarda süd vəzi xəstəlikləri yayılır. Onun da təbii ki, səbəblərini hamımız bilirik. Qidalarımız, yaşayış tərzimiz, radioaktiv şüalar, telefonlar, kompüter, hər yer şüadır. Və süd vəzi xəstəliklərinin qarşısını necə almaq olur? Birincisi, çalışmaq lazımdır ki, o xəstəliyə tutulmayasın. O xəstəliyə tutulmamaq üçün də əvvəl immunitetini çox güclü saxlamalısan, qadınlar. Sonra uşaq olandan sonra çalışmalısan ki, uşaq döşsüdür, əmsin ki, o döş kanalları hamilə vaxtı dolur, orada süd qalmasın. Sonraki etapda, müalicə etapında yoxlanandan sonra mamografiya deyilən bir şey var, orada yoxlanılır. Yoxlanandan sonra əgər xərçəng deyilsə, onda demək onun köklərini axtarsın. Kökləri də nədir? Orqanizmdə immunitetin aşağı düşməsi, mineralların çatışmamazlığı, kalsium çatışmamazlığı, testosteron orqanizmdə yaxşı olmaması, o da cinsi hüceyrələrdir. Bilirik ki, qadınlarda uşaqlıqla süd vəzi bir-birinlə əlaqədardır. Əgər uşaqlıqda bir balaca şiş, miyoma, fibriyoma, xərçəng varsa, mütləq o metastaz verir döşədə. Mütləq onlar bir-birinlə əlaqədardır. Çin təbabətində meridianlarla müəyyən edirlər. Yəni, insan orqanizmisi bir-birinə meridianlarla əlaqədardır. Ürək ağciyarla, qaraciyar ödünə, mədənə, bağırsaq, məsələn, mədə-altı vəznə, uşaqlıq da birbaşa süd vəzlərindən əlaqədardır. Ona görə də uşaqlıqda testosteron aşağı düşərsə, orada nəsə bir problem, infeksiya yaranırsa, birbaşa döş süd vəzlərinə vurur. İndi hal-hazırda özünüz də bilirsiniz ki, son zamanlarda hər kəsin də ailə vəziyyəti eynidir. Cinsi pozğunluqlar zamanı süd vəzlərində nəsə əmələ gələ bilərmi? Məsələn, xanım da evli olub, ayrılıb. Əlbəttə əmələ gələr. Bütün xəstəliklərin kökü çox var qadınlarda. Ən çox problem matkada əmələ gəlir. O da nədən əmələ gəlir? Orada kistalar əmələ gəlir, fibromalar əmələ gəlir. Allah Teala insanı elə yaradır ki, qadının uşaqlığına da qidalanma lazımdır. Qidalanmaq üçün qadına mütləq həyat yoldaşı, ona partnyor lazımdır. Əgər insan sağlam qalmaq istəyirsə, uşaqlıq qidalanmalıdır. Bu, lazımı olan qədər qidalanmırsa, mütləq orada problemlər çıxır və o da döş süd vəzlərinə verir. Kişilərdə süd vəzi xərçəngi mümkündürmü? Yoxsa tezib qadınlara? Yox, kişilərdə də mümkündür.
Birinci kişilerde ginekomastasiya deyilir. Belə bir şey var ki, kişi döş süd vəzləri başlayır öz-özünə böyüməyə. Bir çox kişilərdə Öz-özünə böyüyür. Bəli. Bəzən də travma alır, orada fizioloji dəyişiklik olur, orada başlayır iltihaplaşma baş verir və xərçəng əmələ gəlir. Çox az olur elə şey, amma var. İnfeksiyanın da olur, yəni belə döşün böyüməsi də. Bunun üçün də çox vaxt cərrahiyyə üsuluna əl atırlar, cərrahiyyə ilə onu götürürlər. Əgər o rengin xəstəlikdirsə, onu cərrahiyyə ilə onu tez aradan qaldıra bilirlər. Yox, xərçəngdirsə, buna necə deyərlər, mümkün deyilsə, ona kemoterapiya, Ximioterapiyada verilən zaman gərək insanın immuniteti o qədər güclü olar ki, onda artıq o süd vəzlərinə verilən ximioterapiyanın başqa yerə metastaz verməsin. Çox güclü metastaz vermə qabiliyyəti var. Çox tez də müalicəyə tabe olma qabiliyyəti var süd vəzlərinin. Yəni, süd vəz xərçəngindən o qədər ölüm olmur. Bunu da biləsiniz. Amma uşaqlıq biraz çətindir. Zaten bizim bir mövzumuzda ki, qadınlarımızın necə vəziyyət çəkdiyi uşaqlıq yoruq xəstəlikləridir, o haqda da danışacağıq. Bir də neyi ən çox da, yəni indi hal-hazırda gənc xanımlarımızın verdiyi suallardan biri də odur ki, sinir əməliyyatlarının ziyanı varmı, mən xərçəng ola bilərəmmi, ya da hansı təxəssüslər məni gözləyir? Deyim sizə, onu mən çox geniş izah eləmək istəyirəm. Əslində mən araşdırmışam ki, implant qoyurlar, döş böyüdürlər, balacalandırırlar, heç bir ziyanı yoxdur. Amma bunun da altında amma var. Sənin orqanizmin immuniteti aşağı olarsa, kalsi çatışmamazlığın olarsa, orqanizmdə iltihab, infeksiya düşərsə, əlbəttə hər şey də əmələ gətirə bilər. Belə götürəndə heç bir ziyanı yoxdur. İstəyirlər hiss itirmə söhbəti var. Heç bir ziyanı yoxdur, heç nə də itirmir, amma yenə deyirəm ki, onun üçün də çalışmaq lazımdır, immuniteti yüksək. Onun üçün, məsələn deyim də, mən Çin təbabətindəyəm, bilirəm ki, bu dəqiqə hazırda bizim o cavan qızlarımız heç birində kalsiyum, vitamin, mineral yoxdur. Nə yeyirlər ki, nə olar? Hamı figura saxlayır. Yəni, yaşasın figura. Heç bir olardı. Onlar əgər o əməliyyatı eləyirlərsə, ən birinci bizə müraciət eləsinlər. Bizim çox gözəl biokalsiyumlarımız var. Spirulina var ki, bilirsiniz ki, kosmonavtlar onunla qidalanır. Kosmosda o spirulinanı, ən azından bir dənə spirulina içsinlər, geçsinlər ki, bədənlərində immunitet güclü olsun. İndi hal-hazırda özümüz də bilirik ki, payız və sinirciymiş, indi hamıdan çox əziyyət xəstəliklər birlikdə baş alır. Və ən sonuncu sualımız belədir ki, mastopatiya ilə xərçəngi necə ayırmaq olar? Yəni bu xalqlar. Demək, onlar biraz deyim də, mən sizə deyim, xərçəng özü çox ağrı vermir. Mastopatiya ağrı verir. Əgər döşdə ağrı varsa, qorxmayın. Ağrı yoxdursa, qorxun. Ağrı varsa, şiş varsa, qorxun. Ağrı yoxdursa, şiş varsa, qızartı varsa, döşün ucundan əgər sizə naməlum olan maili ifraz olursa, onda qorxu təbiri çalınır. Yox, yumrular varsa, belə çox ağrı yoxdursa, çox ağrı varsa, qoltuğun altına biraz ağrı verirsə, onu o qədər qorxusu yoxdur. Zaten qorxudan elə bunlar əmələ gəlir. Amma yenə də sırası gedin bir dənə mamografiya elədin, uzmana baxdırın, bir məlumatınız olsun ki, nədən əmələ gəlir. Bir izləyicimizin sualıdır ki, mən olmuşam bir müayinədə, amma deyir, stəcirədə içinəm yox idi, indi isə 6 dənə şişim var. Ola bilər ki, o aparatın zərbilə yaranır, yoxsa... Kalsiyum adı, yoxsa elə kistalardır. 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 Amma arada kistalardır. Bir şey var ki, qoltuq altında. Amma kalsiyum olanda o xərçəngdir da, o lazımdır ona. O kistalar yəqin onda var imiş, biraz da böyüyüb, get-gedə immunitet düşür. Onun aparatı onu eləmir, onun immuniteti düşür olur.
Bayaq indicə bir söz dedin ki, payız fəslidir. Mən o gün də dedim, bu gün də deyirəm, payız fəslidir. Çalışın immunitetinizi salmayın. Bax, bu yaxınlarda bir bizim vətəndaşımız var, Laçından, xanım Laçında işləyir. Yoldaşımla ikisi də bizdə oldular. Yoldaşının biraz inamsızlığı var idi. Vəfa xanım bütün bizim məhsullardan içdi. Siz bilirsiniz, bu dəqiqə gizli korona formasında qrip gəzir. Demək, yoldaşı qrip oldu deyir, elə ağır keçdi. Amma mən deyir, heç burnum da sulanmadı və qayıdıb ikisi də bura gəliblər ki, demək, siz dediyiniz düzdür. Bəli, biz dediyiniz düzdür. Bəzən insanlara biz çox gec çatdırırıq. Amma onu deyim ki, siz əgər bilsəz ki, TNS məhsulları sizi, balalarınızı necə qoruyur, inanın ki, buradan əl çəkməzsiniz. Yeganə bəlkə də deyərdim ki, bir mərkəzdir ki, burada həm sağlamlığını tapırsan, həm şükür edirsən, həm də İş tapırsan, bəli, doğrudur, mən sizdən tam razıyam. Sağlamlıqdır, orqanizmimizin çatmıyor, bir çox mineral maddələrini biz... Bir şey də mən qeyd edim, biraz mövzudan kənara düşürük Mirana xanım. Bu yaxınlarda bir dənə xanımla söhbət elədim. Dedi, TNS-i o qədər pis deyirlər. Dedim, valla, yaxşı gəlini heç kim tərifləmir. Əlbəttə, rəqabət. Haradakı pis deyirlər, demək o yaxşıdır ki, onu pis deyirlər. Qoy pisləsinlər. Fakt budur. Faktlığında bizim məhsullar dünya miqyasında kral mükafatı alır. Bəli. Məsələn, bax, bu döş südü vəzi xərçəngi əmələ gəlməməsi üçün hər bir qızlar, qadınlar biokalsi və spirulina içərlərsə, heç bir o xərçənglə də rastlaşa bilməzlər. Mən əminliklə deyirəm onu sizə. Siz niyə? Çünki bilirik ki, indiki dövrdə hər bir kəsin yediyi qidalarda o vitaminlər, minerallar, zülallar olmadığına görə, ona görə də... Salatda insanlar bilir ki, kalsi sümü üçün yox, orqanizmin yaşaması üçün lazımdır. Hüceyrələri qidalandırmağa kalsi lazımdır. İnsanı sağlam saxlamağa kalsi lazımdır. Əgər sən istəyirsənsə, sənin testosteronun normal olsun, bədəndə kalsi lazımdır. Uşağın olsun, kalsi lazımdır. Mən hər gün deyirəm onu, spermanın başı kalsidir. Kalsi olmasa sperma hərəkət edə bilməz. Çalışın ildə 2 dəfə. Adicə McDonald's-a getməyin, yönünüzü TNS-ə salın. Çox razıyam sizinlə. Buradan o bəzi qaynanalar var ki, onlara səsləndirmək lazımdır ki, yəni gəlində deyil də, oğlunuza da bir dəfə günah axtarın ki, neçə ildir mənim gəlinim evlidir, amma uşağı olmur. Bəlkə elə oğlunuzda da problemin mənbəyi olmaqdadır. Problemlər çoxdur, onu da çox vaxt elə bir utanırlar, amma utanmaq lazım deyil. Zaten bizim hal-hazırda gənclərimizin çoxunda cinsi zəiflik. Əzəki çox tezdə başlayıb, 5 yaşdan başlayıb, çoxdur. Qızlarımızın da çoxunda artıq süd vəzlərində, uşaqlıq yolunda, uşaqlıqda, cavan qızda bir də görsən endometriyada qalınlaşma olur. Nədən olur? Çox maraqlıdır. Marağı da odur ki, kalsi, vitamin, mineral çatışmaması, immun sistemin aşağı düşməsi, qadın bezlərini bilsələr nədən hazırlayırlar? Zibillikdən maşın zavodlara aparırlar. Oradan sintetik düzəldirlər, oradan qadın bezləri istəsəl olur. Amma bizdə ayriz var, eyni market qiymətidir, eyni qiymətdir. Üstündə qəşəng onun mentollu, hətta deyərdik müalicəli azon qatı var. Gəlin anında Allah sizə verifdə bunları sağlamlıq üçün. Biz axı müsəlmanıq, biz gözləyirik, xəstəlik bizə yetişsin, sonra biz də mən tam razıyam. Bax, bizim bir dənə problemimiz odur ki, biz profilaktik heç eləmirik. Biz gözləyirik ki, haramızda xəstələnsin, ondan sonra axtaraq ki, bunun nədən oldu. O nədənini də tapana kimi işdən keçir, metastaz verir, Allah göstərməsin, zamanlarımız gedir. Ailələr dağılır, sonsuzluq baş verir. Bax, belə problemlərimiz var.
Çox gözəl mövzuya toxunmuşsunuz Məral xanım. Çox sağ olun, təşəkkür ederim. Bu ümumi belə deyək də xanımlar adından olan bir sualdır. Ən əsası evdə özümü müayinə eləyib də bilə bilərəm və məndə şişlər var mı? Olar. Əlinizlə əgər döşünüzü yoxlayarsınızsa, orada ağrısız nəsə varsa, mütləq gedib mamografiya olmalısınız. Qızartı varsa, döş ucunda girəsində maye gəlirsə, mütləq mamografiya olmalısınız. Hər birinizə təşəkkür edirəm. Başda Fərəndə xanım olmaq şərti ilə o dəyərli vaxtınızı ayırıb bizim xanımlarımızı maarifləndirdiyinizə görə çox sağ olun. Təşəkkür edirəm sizlərə. Əziz xanımlarımız, sizin hər hansı bir sinə xəstəliklərindən əziyyət çəkirsinizsə, bizə rəy bölməsində və ya da şəxsinizə nömrələrimiz qeyd olunacaq. Zəng eləyib soruşa bilərsiniz. Bacardığımız qədərilə hər birinizə kömək etməyə cəhd edəcəyik. Təşəkkür Uğurlarınız bol olsun. Çox sağ olun. Görüşmək dileğiyle.